İnsanlar bilməlidirlər ki, din nədir, dəyərlər nədir, insanlar nəyə inanırlar, nə şəkildə inanırlar. 1400 il bundan əvvəl deyilib bir söz, halbuki bugün onun həqiqət olduğu ortaya çıxır. Təhsil hər kəsə məcburi şəkildə veriləcək bir nemət deyil. 6-12 yaş ərzində öyrənilən dəyərlər ömür boyu onlara təsir edir. İnsana verilən hər şeyin, bütün nemətlərin bir əmanət olduğu mədəniyyətimizdə öz əksini tapır. Mən sizə bir şey deyim. Kevser Bey, hoş gelmişsiniz. Xoş gördük. Necəsiz? Təşəkkür edirəm, sağ olun. Siz Bu necəsiz? bazar səhəri tezdən gətirmişik sizi bura çəkiliş üçün. Yaxşısınız belə? Xoşdur. Sabah-sabah bizim zehnin ən iti çalışdığı dönəmlərdən biridir. Ona görə belə maraqlı mövzuları danışmaq üçün bir araya gəlmək xoşdur. Uğurlu saat seçmişik onda Doğrudur, mövzunu bəli. danışmaq üçün. Kevser Bey, sizi tanıyan insanların sayı da kifayət qədərdir, xeylidir. Amma sizi tanımayan insanlar üçün istəyərdim ki, özünüz barədə biraz məlumat verəsiniz. Kövsər Tağıyev, 85-ci ildə doğulmuşam. Qarabağda doğulmuşam. 2003-2008-ci illərdə Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsindən məzun olmuşam. Daha sonra İlahiyyat təhsili üzrə magistr və doktoranturamı Türkiyədə tamamlamışam. Ondan sonra 2018-dən bu yana pedaqoji fəaliyyətlə məşğulam. Hal-hazırda da Azərbaycan İlahiyyat İnstitutunda müəlliməm. Müəllim deyə özümü tərif eləməyi daha uyğun hesab edirəm. Başqa nə deyim? Yusuf və Yusra adlı 2 övladın atasıyam. Ay Allah saxlasın. Yusuf və Yusra. Bu qədər. Bu qədər. Kevser müəllim, biz bugün sizlə çox həssas bir mövzudan danışırıq. Mövzumuz din və təhsildə onun yeridir. Belə akademik keçmişinizə baxanda elə bilirəm ki, ən uyğun adamlardan birisiniz bu mövzunu danışmaq üçün. Belə bir sualla başlamaq istəyirəm. Yəni ümumiyyətlə son illərdə tez-tez deyirik ki, gah deyilir dini təhsil keçirilməsi düşünülür məktəbdə, gah deyirlər düşünülmür. Ümumi bu sualı vermək istəyirəm ki, keçilməsi məsləhətdir. Siz nə düşünürsünüz təhsildə dinin yeri haqqında? Bu sual əslində 2 istiqamətlidir. Burada biz din təhsilindən ayrıca danışa bilərik. Bu ayrı bir istiqamətdir. Bir də təhsildə mənəviyyat. Bunu bəzi ölkələrdə, məsələn Türkiyədə gördüyümüz təcrübədə bunu din kültürü və əxlaq bilgisi şəklində öyrədirlər. Yəni bir tədris sistemi içərisində bunun ikisini də öyrədirlər. Ona görə biz din təhsili deyəndə təhsil və din münasibətlərindən danışanda bu 2 istiqamətə bölməli oluruq. Birinci istiqamət tamamilə fərqli bir istiqamətdir. Din təhsili vacibdir. Din təhsilinə ehtiyac varmı? Din təhsili bir ixtisas sahəsi olaraq təqdim edilməkdən söhbət gedir. Bir də şagirdlərə, təhsil alanlara mənəvi dəyərlərin aşılanmasından söhbət gedir. Bu 2 istiqaməti bir-birindən ayırmaq lazımdır. Çünki prioritet baxımından hər cəmiyyət üçün bunların ikisi də birdən vacib olmaya bilər. Elə ola bilər ki, yəni birincisi daha vacibdir. Elə ola bilər ki, hər ikisi birdən vacib. Bugün Azərbaycanda da ən çox müzakirə olunan məsələlərdən biri budur. Din təhsili lazımdırmı, deyilmi, olmalıdırmı? Dünyəvi dövlətdə din təhsilinin yeri nədən ibarətdir? Ümumiyyətlə belə yanaşırıq ki, bütün inkişaf etmiş ölkələrin də əksərində din təhsili xüsusi bir yer. Yəni məktəblərdə dini təhsil deyil, din təhsili. Bu 2 məfhumu biz bir-birindən ayırırıq. Dini təhsil dinin içərisindən çıxaraq onun prioritetləri istiqamətində, onun düşünmə forması şəklində dini təqdim etməkdir. Bu dini təhsil. Bu əsasən mədrəsələrdə olur. Bir də din təhsili terimi var. Bu ikisini bir-birindən ayırırıq. Din təhsili isə din haqqında ümumi məlumatlar əldə etməkdən gedir. Yəni necə ki biz yaşadığımız ölkənin tarixini öyrənirik. Bəlkə bizim bugün günümüzdə çox da əlaqəsi olmayan bir çox məlumatı öyrənirik. Coğrafiyamızı öyrənirik, çaylar hardan gəlir, sular hardan keçir, dağlarımızın hündürlüyü nə qədərdir. Bu şəkildə dini mədəniyyətimizi formalaşdıran, mədəniyyətimizin ən böyük daşlarından, sac ayaqlarından biri olan din haqqında məlumatlı olmaq, mən belə fikirləşirəm ki, bütün Azərbaycan vətəndaşları üçün lazımlı bir bilgidir. Yəni, insanlar bilməlidirlər ki, din nədir, dəyərlər nədir, insanlar nəyə inanırlar, nə şəkildə inanırlar. Sadəcə burada bizim İslami dəyərlərdən söhbət getmir, aid olduğumuz mənəvi dünyanın dəyərlərindən söhbət getmir. Bu ölkədə müxtəlif millətlər, müxtəlif
dini qruplar var. Onların da dəyərlərini bilmək, onların da nəyə inandıqlarını, necə inandıqlarını bilmək mənə elə gəlir ki, yetişən bir gəncin ümumi dünya təsəvvürünə də böyük rol oynayır. Məsələn, bir gənc sabah İtaliyaya getdiyi zaman katoliklərin nə şəkildə düşündüyünü və ya protestanların nə şəkildə düşündüyünü aşağı-yuxarı təxmin edə bilməlidir. Onun üçün ciddi bir dünya görüşü verir. Yəni ona görə burada bəzən din təhsili deyəndə insanların ağlına çox qəribə fikirlər gəlir. Elə bilirlər ki, din təhsili demək, yəni dünyəvi təhsil sistemini bağlayıb tamamilə dini biliklər öyrətməkdən gedir. Əsla belə bir şey yox. Yəni din təhsili öz-özündə bir ixtisasdır, bəli. Bu ixtisasla məşğul olanlar o işin dərinliyinə gedəcəklər. Necə ki, ilahiyyat təhsili dünyanın hər yerində yayılır. Məsələn, Avropa Birliyi ixtisaslar təsnifatında teologiya deyə bir elm sahəsi var. Teologiya, ixtisaslar sahəsində teologiya var. Bu universitet hissəsində. Universitetlərdə də var, aşağı, yəni məktəblərdə zaten bir çox məktəblərdə müəyyən formalarda din təhsili seçmə və ya məcburi, bəzi yerlərdə dəyişir. Bunlar tədris olunur. Din kültürü, din haqqında ümumi məlumatların verildiyi dərslər. Amma akademik səviyyədə teologiya bir disiplin olaraq öyrədilir. Bizə təəssüfkar teologiya bir disiplin deyil. O fəlsəfənin alt başlığı olaraq görülür. Məsələn, mən ilahiyyat üzrə doktorluğumu tamamlasam da, mən fəlsəfə üzrə fəlsəfə doktoruyam. Ad olaraq bizdə belə Ad gəlir. olaraq bizdə fəlsəfə üzrə fəlsəfə doktoru. Bir zamanlar var idi ilahiyyat üzrə fəlsəfə doktoru, elmi dərəcəsi var idi. Hal-hazırda yoxdur. Bir çox kəsim belə düşünür ki, fəlsəfənin bir bölümüdür. Halbuki fəlsəfə biraz daha fərqlidir. Düzdür, müasir dünyada bizdə də bir çox, yəni İslam tədrisinin və ya dini tədrisin keçildiyi bir çox ölkələrdə, dünyəvi ölkələrdə sosial elmlərin metodları ilə öyrənilir. Bu baxımdan biz sosial elmlər nəzəri ilə yaxınlaşırıq dinə. Bizim ilahiyyatda da belədir. Bütün Bəli, sosial elmlər üzrə gedir deyəsən, mən də elə bilirəm. Sosioloq gedirsiniz bir tərəfdən də yoxsa? Mən sosioloq deyiləm. Din sosiologiyası deyiləm, ayrı bir bölüm var. Mənim əsasən ixtisasım təfsirdir. Təfsir. Quran tarixi, Quran-Kərimin izahı, mənaları, o barədəki müxtəlif yanaşmalar. Mənim doktorluq dissertasiyam Quran ayələrinin elmi izahına dair. Bu barədə nəzəri məlumatları müzakirə edilir. Bəlkə çox eşitmisiniz. 1400 il bundan əvvəl deyilib bir söz. Halbuki bugün onun həqiqət olduğu ortaya çıxır. Peyğəmbər bunu 1400 il əvvəl deyibdi. Çox rastınıza çıxmış olar yəqin ki, bu görüşlər. İnsanlar bunu bilmirdi. Peyğəmbər bunu 1400 il əvvəl deyibdi. Bu belə bir tendensiya var. Dinin elmlə izah olunması, Quran-Kərimin elmlə izah olunması. Bunların metodoloji əsasları üzərinə çalışmışam. Nəticə itibarilə xülasə eləsək, din təhsilinin bax bir bu istiqaməti var. Bizdə də müzakirə olunan məsələlərdən biri budur ki, məktəblərdə, akademik səviyyədə din təhsilinə fərqli bir yanaşma olmalıdır. Uşaqlar erkən yaşlarından etibarən din kültürü haqqında bir məlumata sahib olmalıdırlar. Belə deyək, ölkəmizin dini xəritəsi, dini dəyərlər haqqında məlumatlı olmalıdır. Bu işin bir tərəfidir. Yəni bu biraz daha qanunvericilikdən asılıdır, o hissələrdə müzakirə olunmalıdır. Amma işin bir də digər tərəfi var. Bu nədir? Əxlaq tərbiyəsi, mənəviyyat tərbiyəsi. Bəlkə də əsasən bunun üzərində dayansaq daha faydalı olur. Göstər mənim. Başlayarkən, daha doğrusu danışarkən bu hissədə bir neçə məsələyə paralel olaraq toxundunuz və hamısı da mənim üçün maraqlıdır. Tam dəqiq soruşacaq olsam, siz düz başa düşdümsə, məktəb dövründə bütün dinlər haqqında şagirdlərin məlumatlı olmasını yaxşı hesab etdiniz. Həm də bir tərəfdən dediniz ki, başqa ölkələrə gələndə həm bunu katolikdir, protestantdır və s. başqa insanlar necə düşünür, onlar dünya necə görür, bunları bilməliyik. Həm də əxlaqi prinsiplərin, dəyərlərin öyrədilməsini vurğuladınız. Düz başa düşürəmsə, siz deyirsiniz ki, biz həmin bu mənəvi, əxlaqi tərəflərini dinin uşaqlara öyrətməliyik. Biz bunu sadəcə İslam belə deyim, çətiri altında öyrətməliyik, yoxsa digər dinlərdən də nələrsə götürməliyik, bu dəyərləri öyrətməliyik? Çox gözəl. Əxlaq tərbiyəsindən danışanda əsasən bizim vurğuladığımız insanlığın universal dəyərlərini bir araya gətirən fikirləri irəli sürmək, əxlaqi dəyərləri tələbələrə çatdırmaq.
Düzdür, adətən belədir. Yəni bir cəmiyyətdə eee, müsəlmanlar əgər çoxluq təşkil edirsə, adətən referansları oradan almaq daha təsirli ola bilər. Hı hı. Tutaq ki, siz İncildən bir əxlaqi nümunəni gətirə bilərsiniz və ya eee, uzaq şərq dinlərindən bir əxlaqi nümunəni ora referans edərək təqdim edə bilərsiniz. Bəlkə o şagird üzərində, gənc üzərində çox təsirli olmaya bilər, amma öz mədəniyyətindən çıxan referanslar onun üçün daha təsirli ola bilər. Dolayısıyla burada bəlkə də universal dəyərlər üzərindən bizim mənəvi kodlarımızda yer almış məsələlərdən universal dəyərlərlə səsləşən bir çox dəyəri yeri gələndə bizim öz belə deyək, ilkin mənbələrimizə referans göstərərək, yeri gələndə başqa dinlərə referans göstərərək bunları çatdırmaq olar. Yəni əslində bu şəkildə kompleks yanaşma daha təsirli ola bilər. Yəni bir tələbə bilsə ki, məsələn, yalan danışmaq sadəcə bizim mədəniyyətimizin və ya mənəvi dəyərlərimizin təqdim etdiyi bir şey deyil. Bunu xristianlıq da təqdim edir, yəhudilik də təqdim edir. Uzaq şərq dinləri də bunu təklif edir və bütün digər əxlaqi dəyərlər. Bu sayədə mənə elə gəlir ki, tələbə bir əxlaqi keyfiyyətlər qazanaraq yetişə bilər. Çünki insanlıq bu gün təhsil sahəsində arzu etdiyi yerə gəlib çatdığını düşünmürəm yəni. Nədir çatışmayan tərəf orada? Biz fransız inqilabı ilə bərabər Hı hı. dünyada yeni bir təhsil modeli ortaya çıxdı. Yəni milli dövlətlər yarandı, millət dövlətlər, milli dövlət doğru deyil, millət dövlətlər yarandı və təhsil məcburi oldu. Açığı belə desək, indi öz aramızdır. Mən icbari təhsilin bu formada tətbiq olunmasından çox da məmnun deyiləm. Aha, biraz da açıqlayın. Yəni təhsil hər kəsə məcburi şəkildə veriləcək bir nemət deyil. Yəni bütün insanlar fərqli-fərqlidir. Eee, bizim dilimizdə biz şagirdə, tələbəyə tələbə deyirik. Tələbə deyə bir kəlmə istifadə Hı hı. edirik. Tələbə nə deməkdir? Talib olan deməkdir. Elmi istəyən deməkdir. Elmin arxasınca gedib onu istəyən adam deməkdir. Eee, bu ada uyğunlaşdığı zaman mənə elə gəlir ki, təhsil öz keyfiyyətini əldə eləyəcək. Öz nəticəsinə Bəs çatacaq. uşaqlar necə, şagirdləri falan? Çünki təhsil nəzəriyyələrinin bir qismi düşünür ki, və qismən mən də razıyam, müəyyən yaş dövrünə qədər uşaqlar əslində nə istədiklərini bilmirlər. Onlar nəyə talib olduqlarına qərar verə bilmirlər müəyyən yaşa qədər. O barədə nə düşünürsüz şagirdlər? Bu mənada məcburi olması deyil. Yəni mən fikirləşirəm ki, bəlkə 12 il deyil, Hı hı. məcburi təhsil sisteminin biraz daha az olmasında fayda ola bilərdi. Bu nə deməkdir? İnsanlar peşə təhsilinə yönəlməyə sövq oluna bilər. Çünki yenə deyirəm, yəni müasir zamana universitet təhsili, oxumaq, bunlar vacib məsələlərdir. Amma peşə təhsilləri bəzən nəzərdən qaçır. Yəni insanların bir çoxu əmək qabiliyyətində daha mahir ola bilərlər. Daha məharətlidirlər. Əl qabiliyyətləri onların daha yaxşıdır. Halbuki bizdə bir istiqamət var. Yəni bütün sanki tələbələrdən, bütün şagirdlərdən oxumasını, kitabla ünsiyyətdə olmasını tələb edirik. Bu mənə elə gəlir istəyə bağlı olmalıdır. Yəni bunun vacibliyi məsələsini müzakirə eləmirik. Yəni əlbəttə ki, bu sonsuz dərəcədə vacibdir. Amma məcburi təhsil bəzən xoşagəlməz nəticələrə gətirib çıxardır. Məsələn, məktəblərdə viral olan videoları siz də görürsünüz. Yəni tələbənin təhsilə heç bir marağı yoxdur, məcburiyyət səbəbilə ordadır və müəllimlərə qarşı edilən davranışlar, bir çox yerdə bunun şahidi oluruq. Artıq bu təhsil sistemi içərisində müəllim, tələbə, valideyn üçlüyündə uduzan müəllimdir həmişə. Hər zaman belə deyək. Nəysə, hə, bütün yükü müəllimin üstünə Bütün atırıq yük çox vaxt. müəllimin üstünə düşür. Biz hər şeyi müəllimdən gözləyirik. Müəllim həm yaxşı təhsil versin, həm onu əhval-ruhiyyəsini yüksək tutsun, onu elmə ruhlandırsın. Həm də müəllimin insani xüsusiyyətlərini nəzərdən qaçırırıq. Müəllim əsəbləşdiyi zaman o pis müəllim olur.
Təhsil sistemi biraz bu istiqamətdə inkişaf edir, mənə elə gəlir ki. Bax, bu baxımdan düşünürəm, təhsildə müəllim-tələbə münasibətlərinin yeni bir formata keçməsi üçün nəsə addımlar atılmalıdır. Müəllim-tələbə münasibətlərini həqiqətən bu sayğı, hörmət əsasında qurmağın yollarını axtarmaq lazımdır. Klassik ənənəmizdə bizim bu öz əksini çox yaxşı tapır. Məsələn, köklü dövlətlərin ənənəsində də budur. Yəni məsələn, Yaponiyada o ənənə ilə müasirliyi çox gözəl sintez edilib. Orada müəllim-tələbə münasibətlərini siz məsəl üçün o cür viral olan videoları bir Yapon təhsil sistemində görə bilməzsiniz. Çünki orada həm bir ənənə var, həm də müasirlik var. O ənənə ilə müasirliyin ikisini bir araya gətirərək daha sayğılı, daha insanlığa töhfə verəcək, insani dəyərləri mənimsəyəcək bir tələbə-müəllim münasibətlərini orada görmək mümkündür. Bu baxımdan mənə elə gəlir ki, bizim təhsildə ən çox belə deyək, uduzduğumuz və ya nəzərdən qaçırdığımız məsələ bax bu şagirdlərin, tələbələrin əxlaqi mənəvi inkişafına yetər qədər yatırım eləməməyimizdir. Yəni biz kifayət qədər onun texniki biliklərinin inkişafı üçün vəsait ayırırıq. Mütləq şəkildə də ayırmalıyıq yəni. Mən sizə bir şey deyim. Bir cəmiyyət dini yaxşı bilməklə inkişaf eləməz. Aha, cümləni bir dənə təkrarlayaq. Bir Bir cəmiyyət cəmiyyət dini yaxşı Dini bilməklə daha yaxşı bilməklə, daha dindar olmaqla inkişaf eləməz. Çünki cəmiyyətin inkişafı bu ikisinin paralel getməsinə bağlıdır. Yəni həm dünyanı yaxşı biləcək, həm də əxlaqi dəyərləri mənimsəyəcək, mənəvi dəyərləri mənimsəyəcək. O baxımdan dünyəvi təhsil, texniki biliklər, dünyaya dair biliklər cəmiyyəti irəli aparan vacib elementlərdir. Yəni din təhsili heç vaxt dünyəvi təhsilin alternativi bu mənada ola bilməz. aha, paralel olmalıdır. Paralel olmalı da deyil, tamamlayıcı bir ünsür. Hı hı. Yəni hər kəsin dini çox dərindən bilməsinə ehtiyac yox. Onu yaxşı insan edəcək qədər o mənəvi dəyərlərə sahib olduğu zaman ona kifayət. Bizdə baxırsınız ki, bəzən sıravi insandır. Normal gündəlik dini həyatını yaşamaq, mənəvi həyatını yaşamaqdansa, məsələlərin dərinliyinə girir, ixtilaflı məsələlərdən danışır. Mən bu cür şəxslərlə qarşılaşanda deyirəm ki, bu sizin ixtisasınız deyil. Yəni, bu sahədə müzakirə aparmaq bir ixtisas məsələsidir. Və Bu xətti mən müəyyənləşdirmək istəyərəm. Daha bir neçə sual verəcəm. Üzr istəyirəm, sizi də böldüm. Deməli, başa qayıtmaq istəyirəm təkrar Buyurun. bizim mövzuya. Biz təhsildə nələri öyrətməliyik qayıtmaq istəyirəm. Biz öyrətməliyik indiyə qədər gəldiyimiz nəticəyə görə əsas mənəvi əxlaqi prinsipləri ki, uşaqlar böyüyəndə, insanlar böyüyəndə robot kimi olmasın, həm də onların şəxsi, mənəvi tərəfləri inkişaf eləmiş olsun, düzdürmü? Bəli. Bu mənəvi tərəflərin inkişaf etməməsi nəticələri məncə fəsadlarını çox kəskin şəkildə görə bilirik biz bir çox hallarda. Buna da birazdan gələcəm. Amma sizə daha konkret sual vermək istəyirəm. Sizcə hal-hazırda şagirdlərə, tələbələrə konkret olaraq hansı mənəvi və əxlaqi dəyərlər öyrədilməlidir ki, onlar yəni diqqətdən kənarda qalıb? Bayaq yalan məsələsini dediniz, müəllimə hörmət məsələsini dediniz. Başqa hansıları varsa dini belə adı altında onlara öyrədə biləcəyimiz? Yəni mən məktəblərdə açığı yəni ümumi təhsil sistemində dini biliklər öyrədilməsinin, yəni bütün tələbələrə, bütün şagirdlərə yayğın bir şəkildə dini biliklər öyrədilməsinin gərəkli olduğunu düşünmürəm. Biz bütün insanlara lazım olan o mənəvi dəyərləri aşılamaq durumundayıq. Mən sizə bir şey deyim. Bir dostum var idi mənim. Onun bir oğlu var idi. İlk oğlu məktəbə getdi. İlk 2 il Bakıda məktəbə gedirdi və o həmişə deyirdi ki, biz bu 2 il ərzində böyük əziyyət çəkmişik. Uşaq məktəbə getmək istəmir. Getmək istəmir, məktəbi sevmir. Heç bir şəkildə hər sabah bizim uşaqla deyirdi, dalaşa-dalaşa, problemlə məktəbə gedirdi. Yəni heç bir zaman öz xoşu ilə məktəbə getmək istəmir. Həmin dostum köçdü xaricə
ölkə xaricinə getdi. Və köçərkən onun beynində həmişə bu var idi ki, fikirləşirdi ki, biz bu uşağı Azərbaycan mühitində məktəbə göndərməkdə çətinlik çəkirdik. İndi xarici bir ölkədə, əcnəbi bir mühitdə bu tələbə, bu şagirdi yenidən biz təhsil sisteminə necə adaptasiya edəcəyik? Bunun yəqin ki, problemləri çox böyük olacaq. Həmin şagirdin məktəbi sevməsi üçün bircə gün kifayət elədi. Yəni sinifdən içəri girdiyi birinci gündə o şagirdin bütün təhsillə bağlı fikirləri, zehni tamamən dəyişdi və artıq məktəbi sevərək getməyə başladı. Hal-hazırda o artıq böyüyübdür. Adlı sanlı universitetlərdən birində çox mürəkkəb ixtisaslardan birində təhsil aldı. Soruşdum ki, nə idi səni bu şəkildə döndürən və ya təhsildə sənə maraq yaradan? İlk getdikləri gün müəllim sinif rəhbərini seçki yolu ilə bunlara seçdirib. Yəni birinci dərsdə bu olubdu. Sabah sinifimizdə sinif nümayəndəsini seçəcəyik. Hər kəs kim sinif nümayəndəsi olmaq istəyirsə və ya namizəd olmaq istəyirsə, onlar irəli çıxsınlar, öz fikirlərini bildirsinlər. Biz onu sinif nümayəndəsi olaraq seçək. Və nəticədə belə bir ilk təəssüratla şagirdin məktəbə marağı birdən-birə 180 dərəcə dəyişdi. Demokratiya görüb orada. Orada bir demokratiya, orada bir özünün fikirlərinin dəyərli olduğunu görərək yanaşıb projeyə. Məsələn, həmişə mən deyirəm, bizim də bir övladım artıq 6-cı sinifdə oxuyur. Onun ilk illərində bu sıxıntını biz çəkirdik. Yəni. Mən həmişə fikirləşirdim ki, şagirdlər 2 + 2-ni əvvəl-axır öyrənəcək. 32 hərfi əvvəl-axır öyrənəcək. Yəni bu 4 il ərzində bəlkə də təhsil sisteminin üzərinə düşən şagirdə bu qədər çox tapşırıq verməkdənsə onu müəyyən dəyərlər istiqamətində təhsil almağa, təhsili sevərək ona yanaşmağa istiqamətləndirəcək bir şuur, bir fikir verməsi mənə elə gəlir ki, daha faydalı ola bilər. Araşdırmalar göstərir ki, adətən şagirdlərdə, uşaqlarda daha doğrusu 6-12 yaş ərzində öyrənilən dəyərlər ömür boyu onlara təsir edir. Yəni bu kritik bir dönəmdə, yəni 6 yaşında bizdə şagirdlər məktəbə başlayır, 6 yaşında, 7 yaşında, 10 yaşına qədər tutaq ki, ibtidai məktəbi bitirir, sonra 6-cı, 7-ci sinifə gedir. Bu dönəmlər çox kritik dönəmlərdir. Bu dönəmlərin tələbədə və ya şagirddə, universitet sistemində olduğumuza görə mən şagirddən tələbəni çox vaxt tələbə deyirəm. Bir baxma ikisi də elmi tələb edən insanlar olduğuna görə belə deyə bilirik və təhsil alan deyə bilərik Azərbaycan dilində. Yəni o müddət ərzində öyrəndiyi dəyərlər onun həyatı boyu təsirli olacaq. Biz əvvəldə dedik, insanlığın təhsildən gözlədiyini çox da doğrulda bilmir bu mənada. Biz yenə deyirəm, biz adətən texniki bilgiləri öyrətməyə yaxşıyıq. Bu dövrdəki ənənəvi təhsil sistemi bunu transmissiya kəlməsi ilə ifadə edirlər. Bəzi təsnifatlarda transmissiya modeli deyirlər. Yəni nədir? Keçmişdə olan biliklərin tələbəyə ötürülməsi, mexaniki yolla tələbəyə ötürülməsi. Tələbə texniki olaraq bilgilərə sahib olsun, amma dəyərlərə sahib olma məsələsi Allahın ümidinə qalmış bir məsələ kimi görünür. Yəni bizim prioritet məsələmiz deyil. Hansı dəyərlərimiz çatışmır? Orada nələr çatışmır? Mən sizə deyim. Doğruluq, dürüstlük, ləyaqət. Ləyaqət. Açın ləyaqət. Ləyaqət nədir? Ləyaqət layiq olmaq deməkdir. Yəni bir insana haqqı olan şeyi vermək. Özünə layiq olanı özünə istəmək, başqasına layiq olanı başqasına istəmək. Layiq olmadığın halda başqasının haqqına sahib olmamaq və ya bir insanın ləyaqətə əsaslanaraq insanların cəmiyyətdə yer tutması. Biz bunun şahidi oluruq yəni. Tutaq ki, Biraz vicdana oxşurmu? vicdan da ayrı bir məsələdir. Ləyaqət nədir? Məsələn, bugün o masada oturmalı olan sizsiniz. Sizin qabiliyyətiniz, aldığınız təhsil, Layiqəm. keyfiyyətləriniz o masada oturmağa layiqsinizsə, sizin yerinizə başqa birinin gətirilməsi bu ləyaqət prinsipinin pozulması demək. Cəmiyyətimizdə bir ləyaqət.
Hökm sürür kimi gəldi mənə. ləyaqətsizlik problemi var yəni. Hə, Nədir? Məsələn, çox təhsilli, dünya görmüş, müxtəlif qabiliyyətlərə sahib bir şirkətdə, bir qrupun başında heç bu dəyərlərlə əlaqəsi olmayan bir adam rəhbərlik edə bilir. hı hı. Bu nəticədə ləyaqət şüurunu itirir. Məsələn, ortalama Azərbaycan ailəsində çox bədbin danışıram bəlkə də. Deyin Ortalama gəlsin. ortalama Azərbaycan ailəsində belə bir fikir var ki, eee, çalış diribaş ol. Birbaşa. Diribaşlığı da mənfi mənada istifadə olunur. Yəni dürüst olmaq, doğru olmaq, eee, sözündə bütöv olmaq, dəyərlərə prinsipial olmaq çox da yaxşı bir xüsusiyyət olaraq görülmür. Belə bir şey var. Dil bacarana baş qurban. Bacaran Belə bir şey var. bacarana baş qurban, hədəfə gedən yolda hər şey mübahdır, hər şey edə bilərsiniz. Siyasət işlət, ağlın olsun. Hı hı. Ailələrimizdə bunu eşidirik. Yəni, dürüst olmağı, prinsipial olmağı bəzən, bir Zəiflik kimi. zəiflik, bəzən saflıq kimi qəbul olunur və, bununla gəncin, cavanların, insanların irəli gedə bilməyəcəyini, uğura sahib ola bilməyəcəklərini biz altdan-altdan gəncimizin şuuruna yerləşdiririk. Yəni insanların şuuruna yerləşdiririk. Ailələrdə bunu yerləşdiririk, ətraf mühitdə yerləşdiririk. İnsan biraz böyüyüb ətraf aləmi müşahidə eləməyə başladığı zaman özü bunun şahidi olur. Görür ki, o dişi ilə, dırnağı ilə oxuyaraq, gecəsini gündüzünə qataraq müəyyən bir yerə gəlir. Amma ondan çox daha rahat, çox daha kəstirmə yoldan o yollara gələnlər var. Bu istər-istəməz insanlarda o çalışqanlıq, elmə, təhsilə marağın azlığına gətirib çıxarır. Tələbələrlə biz söhbət eləyəndə adətən yəni bunu müşahidə edirik. Bir məqsədsizlik, oxumağa həddindən artıq maraqsızlıq, yəni kitab oxumaqla təəssüf ki, bizim cəmiyyətimizdə kitab oxumaq alışkanlığı çox Hı. geridədir. Yəni o 6-12 yaş arasında deyir ki, məsəl üçün nələr qazandırıla bilər? Tələbələrə, şagirdlərə qazandırıla biləcək dəyərlərdən bəlkə də biri bax o kitab oxumaqdır. Əxlaqdan danışdıq, dürüstlükdən danışdıq. Nə deməkdir? İnsan işini layiqincə yerinə yetirirmi, yetirmir? Məsələn, texniki olaraq çox gözəl məsləklərə sahib olub, gəlib həkim olur. Önəmli bir yerdə olur. Amma baxırsınız, o mənəvi dəyərlərə sahib olmadığı zaman, Hər poliklinikadan içəri girəni əməliyyata alır. bəli, Bu dəyərlərə sahib bəli, olmadığı zaman. hər kəs əməliyyat alır, doğru olmayan bilgilər verir, yanlış dərmanlar tövsiyə edir. Yanlış dərman tövsiyə edir deməydim. Bəlkə də məsuliyyətsiz davranır, bəlkə də maddi qazanc arxasında gedir. Bir mühəndis olur, hər şeyi çox gözəl bilir, amma inşaatda oradan necə suyu istifadə edib, hansı materialdan daha Oğurluyum daha daha. çox oğurlayaraq həm bu binanı ayaqda saxlaya bilərəm, həm də işimi tamamlaya bilərəm şəklində düşün. Bunlar əxlaqi dəyərlərdir. Bu insanlığın dəyərləridir. Biz adətən mənəviyyat təhsili deyəndə bunu nəzərdə tuturuq. Bəzən insanlar yanlış anlayır. Yəni mənəviyyat təhsili, mənəviyyatı öyrətmək deyəndə elə bilirlər ki, yəni məktəblərdə namaz qılmağı, oruç tutmağı öyrətməkdən söhbət gedir. Yəni bütün insanlığın dəyərləridir bunlar. Ümumiyyətlə müasir təhsil sistemində yəni 50-lərdən sonra alternativ təhsil modelləri ortaya çıxdı. Bunlar içərisində o ruhi inkişafı əsas götürən müəyyən modellər də var. Məsələn, Maria Montessori bu modellərdən birinin qurucusudur və hal-hazırda dünyada geniş şəkildə tətbiq olunur. Maria Montessori düşünür ki, bir katolik ailəsində doğulubdur. Düşünür ki, bütün insanların həm maddi tərəfi var, bədən tərəfi var, həm də mənəvi tərəfi var, ruhi tərəfi var. Bu ikisi paralel şəkildə inkişaf eləməlidir. Yəni biz insanların o ruhi inkişafına yetəri qədər diqqət göstərməliyik. Onların mənəvi dünyalarının inkişafına yetəri qədər diqqət göstərməliyik. Ümumiyyətlə bax bu model insanların ruhi tərəfinə əsas götürən model dünyada bir geniş olaraq yayılıb, az sayılmayacaq qədər də geniş yayılıb. Bu istiqaməti ortaya çıxarmaqdan söhbət gedir. Mənəviyyat təhsili deyəndə mənim anladığım odur. Mənim anladığım odur ki, bir həkim işini düzgün yerinə yetirsin.
bir eyni zamanda bir ilahiyyatçı işini düzgün şəkildə yerinə yetirsin. Bir söz var, deyilir, yarım həkim insanı candan, yarım din xadimi dindən edər Ha, çok şəklində rahat belə yani. bir şey var. Hər kəs bütün məsləklərə aid. Bütün məsləklərə aiddir. Eee, Müasir sistemdə, cəmiyyətdə ən böyük yanlışlıqlar bəzən ən bilgili insanlar tərəfindən həyata keçirilir. Ticarətdə böyük kütlələri aldatmaq daha dərin biliklər tələb edir. Məsələn, tibbdə insanları aldatmaq daha dərin biliklər tələb edir. Sıravi insanların insanı aldada bilmə imkanı və ya dürüstlük imkanı sadəcə öz çərçivəsindədir. Yəni sıravi insanlar bir-birlərini aldada bilərlər. Bir-birlərinə yalan söyləyə bilər, bir-birlərinin haqlarına girə bilərlər. Amma elmi cəhətdən təkmilləşmiş, üst səviyyələrə çıxmış insanların təsir dairələri çox daha genişdir. Hı hı. Bu baxımdan ləyaqət dediyimiz, əxlaqi dəyərlər dediyimiz, mənəviyyat dediyimiz bax belə bir şeylərdir. İnsanı bütün şekilde yetiştirme ve Bəli, insanı hazırlayır. bütün şəkildə yetişdirən, onu dəyərlərlə bir arada saxlayan, məslək sahibi, öz işini layiqincə yerinə yetirmək. Bunu üzərində durduğumuz şey budur. Bir iqtisadçı bir bankı necə idarə edəcəyinin adil formalarını fikirləşməlidir və onu adil şəkildə riayət etməlidir. Niyə bunlardan danışıram? Bütün cəmiyyətimizi əlaqədar edən şeylər. Yəni dini dəyərlərə sahib olsun, olmasın, millətindən, dinindən fərqli olmayaraq bir cəmiyyətdə yaşayan bütün fərdlərin bax bu dəyərlər sayəsində ayaqda dura biləcəyini, bir-birinə bağlana biləcəyini, bir cəmiyyətin ortaya çıxa biləcəyinə inanıram. Sizinlə maraqlı bir məlumat paylaşacağım Kevser müəllim. Deməli, mən uşaqlıq dövründə, xüsusən də ibtidai təhsil dövründə həm dini, həm də ki, dünyəvi təhsilə paralel şəkildə məruz qalmışam. Hı -hı. Deməli, bizim ibtidai məktəbimizin yanında məscid var idi. Ora Türkiyədən hocalar dediyimiz, Din onlar xadimləri. din xadimləri gəlirdi və ailəlikcə gəlib bizdə rayonda olurdular. Mən də məktəbə gedirdim və axı bir dənə hastə var. Oradan çıxırdım bu tərəfə məscidə gedirdim. Orada bizə mən ərəb əlifbasını, ərəbcə Quran oxumağı, yəni peyğəmbərin həyatını, hədisləri, indi yadımda saxlamadım hər cür danı, yəni hər şeyi öyrənmişdim. Amma belə bir şey olmuşdu. Ondan sonra bəlkə biraz daha əlavə bilgilər verdiyinə görə mənə uşaqlıq dövründə məndə şey yaranmışdı. Panika falan belə bir şeylər. Cinlərdən danışırdı məsələn, şeytanlardan danışırdı. Bilirsiniz necə qorxurdum. O 11-ci sinif qurtarana kimi hələ də yəni tam o travma məndən çıxmayıb belə bir şey deyim. Belə bir travmalarım vardı. Başqa bir mənə həssas gələn tərəfi bunun radikallaşma tərəfidir. Ki elə bilirəm ki, erkən yaşda bəlkə və yaxud da düzgün şəkildə tədris olunmazsa müəyyən şeylər, o radikallığa daha sürətli aparar. Çünki biz ən azından 25 yaşımıza qədər çox da məntiqli düşünməyən varlıqlarıq. Biz 25 yaşından sonra deyəsən biraz daha məntiqli düşünməyə başlayırıq. Və o dövrdə bilmirəm, bunun hər tərəfli belə məruz qalma radikallığı artırar, artırmaz. Ümumiyyətlə belə baxıram ki, emosiyalar nə qədər güclü basırsa, möhkəm basırsa, o dövrdə müəyyən bilgilərin öyrənilməsi daha təhlükəlidir. Siz nə düşünürsünüz ümumiyyətlə bu barədə? Erkən dövrlərə din haqqında məlumatlı olmaq və ya da bu haqda bilmək barədə. Tamamilə tanışdır söylədiyiniz şeylər, fikirlər və ya təcrübə çox tanışdır. Çünki bunun nümunələrini çox görmüşük, çox eşitmişik. Avropada 50-lərdən sonra meydana gələn bir ixtisas sahəsi var. Bunun adı din təhsili ixtisasıdır. Din təhsili ixtisası. Religious education. Bizdə yoxdur. Bu bir disiplin olaraq tədris olunur. Bu disiplinin funksiyası nədən ibarətdir? Bu disiplin nəyi yerinə yetirir? Bu disiplin deyir ki, araşdırır. İnsanların hansı yaşlarda dini duyğuları formalaşmağa başlayır? Hansı yaşlarda o təkmilləşməyə başlayır? Hansı yaşda şübhə dönəmi başlayır? Onlara uyğun olaraq, bu yaş mərhələlərinə uyğun olaraq hər yaş mərhələsində onun
algılaya biləcəyi, anlaya biləcəyi ölçüdə dəyərlərin uşağa və ya gəncə aşılanmasının yollarını, metodlarını öyrədən bir disiplin var. Hı hı. Yəni bu bir ixtisas sahəsidir. Bunun üçün insanlar doktora təhsili alırlar. Demə mən erkən yaşda, həmin yaşda bilməməli olduğum şeyləri öyrənmişəm. Bəli, bəli. Siz erkən yaşda bilməməli olduğunuz şeyləri öyrənirsiniz. Yəni uşaq yaşda ə, insanların bu şəkildə bilgilərlə yetişdirilməsi əlbəttə ki, onlarda qorxuya, travmaya səbəb olacaq. Bizim də uşaqlığımızdan ağlımızda qalan müxtəlif xurafatlar var. Bu gün də hər nə qədər yəni bunların xurafat olduğunu, yanlış bilgi olduğunu ağlımızla dərk eləsək də, bu gün o hadisələrlə qarşılaşanda yenə o travma ortaya çıxır. Görürsən Məsələn, biz onları məhkəməyə verə bilərik qayıdıb. onları məhkəməyə 30 ildir özümə gələ bilmirəm. 30 ildir, bəli, bəli. İndi özümə gəlirəm. Mənə İnanırsınız, görə bunun bir hesabatı olmalıdır. Bir hesab verməlisən ki, bir ömür gedir. Hələ mən bunu dilə gətirirəm. Bunun nə qədər başqa insanlar, əziyyət çəkən insanları var da. Yəni bunun bir formada, daha düzgün formada yerinə yetirilməsi lazımdır. ya çox məsuliyyətli bir məsələdir əlbəttə ki, həddindən artıq məsuliyyətli. Yəni sizin o yaşda ə, bir insanın öyrətdiyi bir bilgi o insanın daha sonra ümumiyyətlə mənəvi dəyərlərdən uzaqlaşmasına və ona məsafəli davranmasına gətirib çıxara bilər. O baxımdan çox məsuliyyətli vəzifədir, məsuliyyətli işdir. Dinin insanı insan edəcək tərəflərindən çox, belə ekstrem tərəflər, nə bilim, uçmalı, qaçmalı, möcüzəli, fövqəladə tərəflər üzərində dayananda istər-istəməz bəzi problemlərə səbəb ola bilər. Bizim yadımızdadır, mənim uşaqlığımda yadımdadır ki, həyətdə gedib bulaqdan su içməklə bağlı valideynlərimizin ətrafdan uşaqlardan filan eşitdiyim. Mənim valideynlərimdə əslində o qədər xurafatlar olmuyubdu. Amma kənardan bunu çox eşidərdik. Gedib gecə vaxtı bulaqdan su içməyin, gözə görünməz bir qılınc başınızı kəsə bilər şəklində. Oo, nə maraqlar. Bu hardan çıxıb, necə çıxıb, bunu kim ortaya çıxarıbdı? Yəni bu qədər bütün xurafatların ortaya çıxmasında bir məntiqi bir səbəb olur adətən. Məsələn, ehtimal ki, suların çirkli olmasının səbəbilə böyüklər uşaqları o sulara yaxınlaşmamaq barəsində xəbərdar etmiş ola Və ya bilərlər. da axşam gedər su içər, orada kanala düşər. Orada yarısı kanala olur və düşər sair. və ya başqa bir şey olur. Bundan çəkindirmək üçün. Amma bu elə bir travmaya gətirib çıxarır ki, mən bu travmanı, bu sözü bu yaşıma qədər xatırlayıram. Yəni deyirəm ki, bu necə ortaya çıxdı? Bunu hansı əsasdan kim ortaya çıxardı? Heç dini də deyil ha. Yəni dini olmayan bəlkə də belə bir inanışdır. Qaldı ki, din barəsində əlbəttə ki, o məlumatların uşaqlara, öyrənənlərə ötürülməsinin hər birinin öz mərhələsi var. Yəni yaş mərhələləri və din deyə bir dərs keçilir bizdə. Yaş mərhələləri və din. Bu nə deməkdir? Hər yaşda insana eyni məlumatları vermək olmaz. Eyni bilgini vermək olmaz. Ona görə deyirik ki, məsələn, uşaqların deyirik dini mərasimlərdə iştirakı bu baxımdan, yəni pedaqoji olaraq uğurlu nəticələnməyə bilər. Hə, düzgün deyil. Düzgün deyil. Çünki orada böyüklər üçün söhbətlər gedir. Bəzən məsələn bir fəlakətdən danışılır, bir müsibətdən danışılır. Bəzən bəlkə bir haqsızlıqdan danışılır, bəlkə başqa bir şeydən danışılır, bəlkə böyük insanların dərk edə biləcəyi məsələlərdən danışılır. Uşaqların ona məruz qalması onların zehin dünyasının qarışmasına və müəyyən problemlərə gətirib çıxara bilər. Ona görə deyirik ki, hər yaş qrupunun özünə xas bir yanaşma metodu olmalıdır. Yəni erkən yaşlarda biz uşaqlara hər hansı bir referansdan uzaq, əxlaqi mənəvi dəyərləri aşılamağımız onlar üçün kifayətdir. Zaten dinin də məqsədi insandan gözlədiyi də budur. Yəni din sizdən insan olmağınızı istəyir. Din sizdən yaxşı insan olmağınızı istəyir. Tamam? İnsanlara faydalı, doğru, dürüst, sadiq, sözündə duran, verdiyi sözü yerinə yetirən, əmanətə sahib çıxan, əmanəti qoruyan, baxın əmanət məfhumu
bizim mədəniyyətimiz içərisində o qədər böyük bir yer tutur ki, soruşurdunuz, hansı dəyərləri öyrətmək lazımdır? Əmanət. Yəni əmanət barəsində Əminət xanım, bəlkə saatlarla danışmaq olar. Nə deməkdir? Sizə bir iş tapşırılıbsa, onu layiqincə yerinə yetirmək. O işə xəyanət etməmək. O vəzifəyə xəyanət etməmək. Sizin öhdəliyinizdə olan şeylərə xəyanət etməmək, dostluğa xəyanət etməmək, sizə tapşırılan öhdəliklərə xəyanət etməmək. Əmanət yəni sadəcə pulu verdim, bu əmanəti saxla, sonra mənə qaytar deyil yəni. İnsana verilən hər şeyin, bütün nemətlərin bir əmanət olduğu mədəniyyətimizdə öz əksini tapır. Yəni bədən də bir əmanətdir. Allahın əmanətidir. O bədəni sağlam şəkildə yaşatmaq Allahın insan üzərindəki haqqıdır yəni. Bu bədən sənə əmanət olaraq verilib. Onu zərərli vərdişlərlə, yanlış, pis vərdişlərlə onu məhv edə bilməzsən. Özünü təhlükəyə atacaq davranışlara gedə bilməzsən. Allah sənə bilik verib, ağıl verib, bu sənin üçün bir əmanətdir. Onu aradan qaldıracaq, onu məhv edəcək, onun funksiyalarını sıradan çıxaracaq şeylər etməməlisən. Sənə bir vəzifə verilibsə, sən bugün müəllimsənsə, müəllimlik bir əmanətdir. Sənə verilmiş bir əmanətdir. O əmanəti layiqincə yerinə yetirməlisən. Sənə bugün satıcı olaraq bir iş tapşırılıbsa, o bir əmanətdir. Tamam, insanları aldatmamalısan. Çəkidə yanlış çəkməməlisən. Həddindən artıq şişirdilmiş qiymətlə insanlara satmamalısan. Xarab mal satmamalısan. Bilirsiniz, bu hamımıza əlaqədar edən məsələ. Hamımıza aid bir məsələ. Birinin əmanəti düzgün şəkildə yerinə yetirməməsi hamımızı əlaqədar edir. Bir şəkildə bizə təsir edir. Göstər müəllim, çox sağ olun. Gəldiyinizə görə, suallarımızı cavablandırdığınıza görə mənə gəlir ki, nəhayət ki, biz tam olaraq bildik din və təhsil deyəndə nədən söhbət edir. Burada biz daha çox dəyərlərdən, dəyərlərin insanlara ötürülməsindən danışırıq. Təşəkkür edirəm vaxt ayırdığınıza görə. Mən sizə təşəkkür edirəm. Layihənizə uğurlar arzulayıram. Çox vaxt bu məsələləri müzakirə edirik. Müxtəlif platformalarda danışırıq. Sizin də bəlkə də bu işin həqiqətən o mənəvi tərəflərinə yenə bildiyimizi düşünürəm. Dilimizin döndüyü qədər, bilmirəm nə qədər doğru ifadələrlə bunları danışırıq. Yəni yanlış ifadələr istifadə ediliriksə, bu bizim niyyətimizin səmimiliyi ilə inşallah ki, kompensasiya oluna bilər deyə düşünürəm. Çünki məqsəd budur, cəmiyyətimiz inkişaf eləsin, insanpərvərlik, sülhpərvərlik yayılsın, insanlar, mənəvi dəyərlər insanları birləşdirən bir şey olsun, onları ayrışdıran, parçalayan, ideoloji bölünmüşlüyə səbəb olan deyil, insanı həqiqətən mənəvi olaraq kamil insan səviyyəsinə çatdıran, müdrik insan səviyyəsinə çatdıran bu dəyərlər yaygınlaşsın. Bütün istiqamətlərdə, ixtisasından, məsləyindən, vəzifəsindən, cəmiyyətdə tutduğu yerdən asılı olmayaraq, bax, müsbət dəyərlər, müsbət keyfiyyətlər hər kəs tərəfindən, ən azından hər kəs tərəfindən olmasa da, çoxluq tərəfindən qəbul olunsun və bunlar dəyərli görünsün. Bəlkə, bilmirəm, sözü də uzatmaq da istəmirəm. Bir Quran ayəsində buyurur ki, aranızdan xeyrə çağıran, yaxşılığı əmr edən, pislikdən çəkindirən bir zümrə olsun. Yəni sayın çoxluğu önəmli deyil. Önəmli olan mənəvi dəyərləri, elmi özündə əks etdirən, həm belə deyək, maddi cəhətdən, həm mənəvi cəhətdən təkmilləşmiş, müəyyən bir səviyyə çatmış elit bir qrup olsun deyir. O elit qrup insanları zaten yönləndirir. O bir ölçü yaradacaqdır, bir meyar formalaşdıracaqdır. Məqsədimiz budur. Təbii ki, burada danışdığımız şeylər şəxsi düşüncələrimizdir. Bəlkə bəzilərinin çox da hesabatı aparılmamış bilgilərdir. Amma bunu görürük ki, bir yerlərdə edilməsi lazım olan yenə müəyyən işlər var. Bəlkə bu mənada, yəni fikirlərimizin bu mənada başa düşülməsi bizi də xətalardan qorumuş olar. Təşəkkür edirəm. Çox Mən sağ olun. təşəkkür edirəm.